Mason lojasında yüksək rütbə alan Azərbaycanlı. Görün kimdir? Bakıda doğulan tanınmış reper David Nuriyev Rusiyadakı mason lojalarının birində ən yüksək rütbələrdən birinə layiq görülüb. Ptaxa və Zanuda ləqəbləri ilə məşhurlaşan sənətçiyə Moskvada fəaliyyət göstərən Müqəddəs Kral 67 lojasının mötəbər ustad titulu verilib. Reper yaxın bir il ərzində bu təşkilata rəhbərlik eləyəcək. Global.net.com Demokrataza istinadən bu barədə xəbər verir. Sosial şəbəkələrdə sənətçinin xüsusi mərasimində fotolar da paylaşılıb. Görüntülərdə reperin mason rəmizləri olan xüsusi lent və nişanlılarla taxta əyləşdiyi əks olunub. David Nuriyev hələ 2020-ci ildə mason olduğunu açıq şəkildə elan etmişdi. O bildirmişdi ki, bu təşkilata üzv olmaq üçün Allaha inanmaq mütləq şərtdir. Bu rütbə gizli cəmiyyət daxilində onun səlahiyyətlərini xeyli artırıb. Reperin sözlərinə görə bu fəaliyyət ona zərərli vərdişlərdən qurtulmağa və özünü inkişaf etdirməyə kömək eləyir. Qeyd eləyək ki, əslən Azərbaycanlı olan David Nuriyev 1981-ci ildə Bakıda dünyaya gəlib. O vaxtilə Rusiyanın məşhur Trenter qrupunun tərkibində populyarlıq qazanıb. Reper həmçinin Rusiyanın rəsmi dairələri ilə də sıx əlaqəlidir. O ötən ilin payızında Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ilə birgə mahnı da təqdim edib.